قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم ومن المؤمنين رجال صدقوا ما عاهدوا الله عليه منهم من قضى نحبه ومنهم من ينتظر صدق الله العلي العظيم وصدق وبلغ رسوله نبي كريم. Peyğəmbər və ali Peyğəmbərə salavat hədiyyə edə. Bugün ağamız, Mövlamız, birinci imamımız Həzrəti Peyğəmbərimizin canişini, qardaşı, əmsi oğlu, onun vəsiyyətinin sahibi, vəziri, xəlifəsi olan Allah-u Mütealın yer üzərində hüccəti olan və vəsilərin sərvəri olan, Siddiqul Əkbər olan Əmir-əl-Müminin Əli ibn Əbu Talib əleyhissalamın şəhadət günüdür. Allaha and verək o ağanın o hörmətinə, Allah yanında olan dəyərinə. Allah-u Müteal naqis olan ibadətlərimizi, itaətlərimizi Həzrət Əmir-əl-Müminin əleyhissalamın hörmətinə bizlərdən qəbul eləsin. Amin. Bizi dünya və axirət o ağadan ayrı salmasın. Amin. Nəslimizdən Əmir-əl-Mümininə düşmən, kəslər qərar verməsin. Amin. İki gecə Qədir gecələrində Həzrət Əli əleyhissalamın barəsində az da olsa qısa, icmali məlumatlar vermişdik. Lakin Qədir gecələrində insanın zehni daha çox Qədir gecələrinin əməllərinə kökləndiyi üçün məxsusi olaraq o Həzrətin adına şəhadət məclisi qurmağı gərəkli bildik ki, Həzrət Rəsul Əkrəm buyurur, məclislərinizi Əlinin adı ilə zinətləndirin. Bütün il boyu Həzrət Əmir-əl-Müminin adına məclis qurulsa, insan üçün faydası olar ki, heç bir zərəri olmaz. Məxsusən o Həzrətin müsibətini xatırladacaq, ona olunan zülmləri insanlara xatırladacaq bir məclisin Allah dərgahında xüsusi dəyəri olar. Allah hər birimizdən bu məclisi qəbul eləsin və savabını ali dərəcədə hər birimizə əta eləsin. Əmir-əl-Müminin əleyhissalamın barəsində o Həzrəti layiqincə tərif etmək, bir növ desək, bizlər üçün mümkünsüz bir şeydir ki, Həzrət Əli əleyhissalamın mübarək vücudunun həqiqətini dərk eləmək, o Həzrəti layiq olduğu təriflə mədh etmək. O bir şəxs idi ki, Allah-u Müteal, Allahın Peyğəmbəri onu öz kəlamlarında mədh eləyiblər. O mədhlərə, o təriflərə rəğmən yenə də bizlər onun həqiqi məqamından, dəryadan bir damcı misalı nəyisə dərk edib, nəyisə bilə bilərik. İstər onun yaradılışının əvvəlində olan Allah-u Mütealın ona verdiyi dəyər ki, nuraniyyət aləmində Allah-u Mütealın Peyğəmbərin nurunu yaratdıqda, Əmir-əl-Mümininin nurunu yaratdıqda, həmin o məqamda Allah-u Mütealın onun nurunu əzəmətli qərar verməsi. Necə ki, Camiyə-i Kəbirə ziyarətnaməsində oxuyuruq ki, xələqəkumullahə ənvara fəcəaləkum bi ərşihi muhtiqin. Allah sizləri nurlar olaraq xəlq etdi və sizi öz ərşinin bəzəyi qərar verdi. Həmin o məqamda Həzrət Əmir-əl-Müminin əleyhissalamın yaradılışının əzəməti, ondan sonra bu dünyadan sonraki məhşər günü, qiyamətdə, cənnətdə Həzrət Əmir-əl-Müminin əleyhissalamın əzəməti mübarək vücudunun bütün mərhələlərində Allah yanında əzəmətlidir. Məxsusən bu dünya həyatında Allah-u Mütealın insanları imtihan etmək üçün göndərdiyi bu dünyada Əmir-əl-Müminin əleyhissalam bəşəriyyət üçün xüsusi bir əhəmiyyət kəsb eləyir. Bəşəriyyət tarixində elə insanlar olub ki, onlar insanlığın taleyinə yön verən insanlar olub, insanlığın nizamına yön verən insanlar olub. Həzrət Əmir-əl-Müminin əleyhissalam da həmin o kəslərdəndir ki, günümüzdə belə dünyanın böyük bir coğrafiyasında o Həzrətin amallarını, əmr və qadağalarını, onun
Peyğəmbərdən irs aldığı haqqı özü üçün mehvər seçib yaşayan insanlar var ki, bu mənada Həzrət Əmir əl-Möminin əleyhissalam insanların böyük bir qisminə bir növ desək, yön verən kəsdir. Peyğəmbərdən sonra onun həqiqi davamçılarını münafiqlərdən ayıran meyardır, mehvərdir ki, Peyğəmbər Əkrəm buyurur, ya Əli, əgər sən olmasaydın, məndən sonra münafiqlə mümin ayırt edilə bilməzdi. Məxsusən Həzrət Əmir əl-Möminin əleyhissalamın İslam tarixindəki rolu ki, ötən gecələrdə qeyd elədik, o Həzrət Allahın evində dünyaya gəlib, Peyğəmbərin qucağında göz açıb, Peyğəmbərlə uşaqlığından bircə ibadət edib və Allahın evində dünyasını dəyişən, şəhadətə yetən, bəlkə də tarixdə yeganə bir şəxsiyyətdir ki, bütün bu məsciddə, Beytullahda dünyaya gəlməklə, bu viladətlə, o şəhadətin arasında Həzrət Əmir əl-Möminin əleyhissalamın həyatı kimi bir həyat tapmaq mümkünsüzdür. Ki, Peyğəmbər Əkrəm Əmir əl-Mömininin barəsində saysız hesabsız o həzrəti mədh eləyən kəlamlar buyurub, Qurani Kərimdə o həzrəti bizə tanıtdıran, onun barəsində nazil olmuş kifayət qədər ayələr var. Bəziləri onun imamətini bizlərə tanıtdırır, bəziləri onun imamət cəhətindən olmasa da üstünlüyünü, fəzilətini bizlərə tanıtdırır. Amma Həzrət Əmir əl-Möminin əleyhissalamın ucalığını, əzəmətini göstərən şeylərdən biri o həzrətdən sadir olmuş müəyyən kəlamlardır ki, həmin o ağanın sözlərinə nəzər salanda istər əqidəvi mövzularda olsun, istər şəriət əhkamlarında olsun, istər əxlaqi mövzularda olsun və s. və ilaxır. Bu insanın necə böyük bir mərifət sahibi olduğunu, necə böyük bir qəlbin sahibi olduğunu insan anlamış olar. Mən hər dəfə bunu qeyd edirəm. Biz bu məclislərdə Əli əleyhissalamdan danışanda öz məhdud pəncərəmizdən, məhdud baxışımızdan danışırıq. Yəni, etiqad etdiyimiz elə şeylər var ki, bəlkə də onların bəzilərini məclislərdə zikr eləmək münasib deyil. İnsanların hamısı eyni dərəcədə bəzi mətləbləri qəbul eləmək baxımından eyni dərəcədə deyil. Ona görə daim çalışırıq ki, ortaq məxrəcdən, adi baxış səviyyəsində Həzrət Əmir əl-Möminin əleyhissalama baxmağa çalışaq və illa heç şübhəsiz ki, Həzrət Əmir əl-Möminin əleyhissalamın mübarək vücudu ilə bağlı elə kəlimələr var, elə ayələr var, elə Quran-ı Kərimin ayələrini Əli əleyhissalama təbil ediblər. Elə Peyğəmbərin, Əhl-i Beyt imamlarının o həzrətin barəsində kəlamları var ki, bəzilərində əqil heyrətdə qalır. Təsəvvür dairəsi insan üçün ona əl vermir ki, bu şeyi insan təsəvvür eləsin. Bu baxımdan çalışırıq ki, məclislərimizdə Həzrət Əmir əl-Möminin əleyhissalamın həyatına ən bəsit baxış tərzi ilə baxmağa çalışaq, da hamımız oradan fayda götürə bilər. Kimisə nədəsə tərəddüddə qalmış olmasın. Həzrət Rəsul Əkrəm Əmir əl-Möminin əleyhissalamın ki, barəsində buyurur, mən elmin şəhəriyəm, Əli onun qapısıdır və yaxud, ya Əli, sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir, lakin məndən sonra bir peyğəmbər gəlməz. Və ya Əlinin Xəndək günündə vurduğu bir zərbə qiyamətə qədər Səqəleynin insanların və cinlərin ibadətindən üstündür. Əlidən başqa qəhrəman, Zülfüqardan başqa qılınc yoxdur və s. və ilaxır. Həzrət Əmir əl-Möminin əleyhissalamın barəsində gəlmiş saysız hesabsız təriflər var ki, bunlar Həzrət Əmir əl-Möminin əleyhissalamı vəhyin dilində, başqalarının dilində tərif olunmağıdır. Bəzən də insanın öz dilindən çıxanlar onun həqiqi şəxsiyyətini insanlar üçün tanıtdırır. Necə ki, ağanın özünün bir kəlamı var ki,
Əl-mər'u təhtə lisani, kişi dilinin altında gizlənir. Danışdıqca insan ya daxilinin ucalığını aşkara çıxaracaq, ya da pisliyini. İnsan var, ağzını açanda insan elə heyrətlə oturub saatlarla ona qulaq asmaq istəyir. İnsan da var, ağzını açanda üzvü çevirib getmək istəyirsən. Bu baxımdan Həzrət buyurur ki, kişi, insan dilinin altında gizlənir. Bu baxımdan əgər biz Əli əleyhissalamı tanımaq üçün bəzən Qurana müraciət ediriksə, bəzən onun barəsində gələn peyğəmbər və imamlardan olan kəlamlara və ya səhabələrin onun barəsində dediyi kəlamlara müraciət ediriksə, bəzən də Əli əleyhissalamı tanımaq üçün müraciət edəcəyimiz yer o Həzrətin öz dilindən çıxan kəlamlardır. Məsələn, Nəhcül Bəlağə olsun və yaxud müəyyən dualar ki var, Həzrət Əmir Əl-Müminin əleyhissalamdan gəlib bizə yetişir və ya digər yerlərdə şəriət əhkamları ilə bağlı, əxlaqi mövzularla bağlı, hikmətlərlə bağlı olan kəlamlar. Bütün bunların hamısına nəzər salanda bizim üçün bir obraz, bir surət yaranır ki, bu insan necə əzəmətli bir insan olur. Məsələn, onlardan biri Həzrət Əmir Əl-Müminin əleyhissalamın vəsiyyətidir. Həzrət Əmir Əl-Müminin əleyhissalamın bir neçə vəsiyyəti var. İmam Həsən əleyhissalama, İmam Hüseyin əleyhissalama, oğlu Muhammed Hənəfiyyəyə. Onlardan biri İmam Həsən əleyhissalama olan vəsiyyətidir ki, bu vəsiyyət özü Həzrət Əli əleyhissalamın necə bir şəxsiyyət olduğunu, necə gözəl xislətləri özündə cəmlədiyini bizlər üçün aşkar eləyir. Çünki bir insan Əli əleyhissalamın sözü ilə desək, dilinin altında gizlədibsə, insanlara vəsiyyət eləyəndə, yol göstərəndə, ona hər hansısa bir yaxşı söz deyəndə, bu onun daxili keyfiyyətini insanlar üçün izah eləyir. Məsələn, insan var ki, bir məsləhət almağa gedirsən, ağsaqqal biri, hər hansısa bir mövzuda bir sual soruşursan, məsələn, bir vəsiyyət tələb eləyirsən, görürsən insana elə yol göstərir ki, İnsan təəccüb eləyir ki, yəni budur ağsaqqal. İnsan da var ki, yox, yaş fərq etmədən insana bəzən elə doğru yol göstərir, elə vəsiyyət eləyir. Sən baxırsan ki, bu insanın həqiqətən də bu dediyi sözlər onun öz ucalığından qaynaqlanır, daxilinin, mərifətinin, əzəmətindən qaynaqlanır. Adam var, deyir ki, cavana məsləhət verəndə 3 günlük dünyada get kef elə. Sən bilirsən ki, bu qocanın ömrü nə üstündə keçib. Bunun həyatı nədən ibarət olub? İnsan da var, Əmir Əl-Müminin əleyhissalam kimi birinə vəsiyyət eləyəndə, deyir, nə qədər həyatdasan, əbədiyyətin üçün azuqa topla. Baxırsan ki, bu Quranın sözünü deyir. Hər bir halda bir insanın danışığı, yol göstərməsi, vəsiyyəti, yönləndirməsi o insanın daxili keyfiyyətini bəyan eləyən şeylərdən biridir. Həmin o sözlərdən biri İmam Həsən-i Müstəbə əleyhissalam buyurur ki, atamın vəfatı yaxınlaşdıqda, şəhadət anı yaxınlaşdıqda cəm elədi öz övladlarını və müəyyən vəsiyyətlərini eləməyə başladı. Həzrət İmam Həsən əleyhissalam buyurur ki, atam bu cür vəsiyyət etdi. Həzə mə əvsə bihi Ali ibn Əbi Talib. Bu Ali ibn Əbu Talibin etdiyi vəsiyyətdir ki, o Əli ki, əxu Muhammedin Rasulullah. Allahümme salli ala Muhammed və ali Muhammed. Peyğəmbərin qardaşıdır. Və ibn ammihi və sahibuh. Və onun əmisi oğlu, onun ən yaxın yoldaşıdır. Əvvəlu vəsiyyin. Vəsilərin əvvəlincisidir. İnni əşhədu ən la ilahə illallah. Vəsiyyətimin əvvəli budur. Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq bir ilah, bir Allah yoxdur. Məsum imamlarımızın, məsumlarımızın bir çoxunun vəsiyyətinin əvvəlində bunun keçdiyini görürük. Məsələn, xanım Zəhra salamullahi aleyha vəsiyyət yazanda buyurur, bu Peyğəmbərin qızı Fatimənin vəsiyyətidir
və hiyə təşhədu ən la ilahə illallah və o şəhadət verir ki, Allahdan başqa bir ilah, Allah yoxdur. Həzrət Əmir əl-Müminin əleyhissalam vəsiyyətini təhlillə başlayır. Və ənnə Muhammədən rasuluhu və xeyratuh və Peyğəmbər onun elçisi və xeyirli seçdiyi bəndəsidir. İxtarahu bi'ilmi. Allahum Teala öz elmi ilə onu seçdi. Vartallahu li xiyarati və onu risaləti üçün seçib razı oldu. İnnəllaha ba'asa men fil qubur. Həqiqətən Allah bir gün qəbirlərdə olanları dirildəcək və sailun nasi an a'malihim və onlardan etdiyi əməllərin sorğu-sualını soruşacaq. Alimun bima fis sudur. Allah qəlblərdə olanları biləndir. Thumma inni usikə ya Həsən. Bunları deyəndən sonra Həzrət Əli əleyhissalam buyurur ki, bütün bunlardan sonra ey oğlum Həsən, sənə vəsiyyət eləyirəm. Vəsiyyətində Həzrət Əmir əl-Müminin əleyhissalam buyurur ki, sənə Peyğəmbərin mənə etdiyi vəsiyyəti vəsiyyət edirəm. Yəni bu deyəcəyim sözlər Peyğəmbərin zamanında mənə etdiyi vəsiyyətlərdir ki, bunlara əməl et. Vabki alə xatiətik. Xətalarına görə Allahın dərgahında ağla göz yaşıdır. Və la təkunid dünya əkbəri həmmək. Ey oğul, dünya heç vaxtı ən böyük dərdin olmasın. İnsan var ki, səhərdən axşama bütün dərdi, səri, dünyasının, məişətinin təminidir. Səhəri açanda fikirləşir ki, filan işim necə olacaq, filan dünya müşkülüm nətərə həll olacaq. Həzrət buyurur ki, heç vaxtı dünyada ən böyük dərdin dünya dərdi olmasın. Ki, dünyanın dərdi çəkiləsi deyil. Yəni, bu cür yüngül yanaş. Dərdin axirət dərdi olsun ki, əbədiyyət, axirət ora bağlıdır. Həzrət buyurur ki, və usikə ya buney bis salati ində vəqtiha. Ey oğul, sənə namazı vaxtında qılmağa əmr eləyirəm. Və zəkatı fi əhliha ində məhəlliha. Zəkatı layiq olan kəslərə öz vaxtında ver. Zamanında, vaxtı yetişəndə malının zəkatını layiq olan, müstəhəq olan kəslərə vaxtında ver. Və səmti ində şübhə. Şübhə anında sakitliyəm. Şübhə anında, şübhə nədir? İnsanın bir məsələ barəsində tərəddüddə olduğu halı. Bilmir ki, A-dır yoxsa B-dir. İndi ki, özün şübhədəsən, şübhəli olduğun vaxtda sakitliyəm. Danışıb cəmaatı da şübhəyə salma. Əmin olmadığın bir şeyin barəsində danışıb insanları da haqdan, həqiqətdən saptırma. Təbii ki, bu sözlər İmam Həsən əleyhissalama xitabən bizlərə ünvanlanmış sözlərdir və illa İmam Həsən əleyhissalam Əmir əl-Müminindən sonra Allahın imamı hüccəti idi. Bu şeylər onun barəsində təsəvvür olunan şeylər deyil. Və usikə bil iqtisad. Sənə hər işində orta yolu tutmağı əmr edirəm, vəsiyyət edirəm. Fərq etməz məişətimin təminində, fərq etməz ibadətində, hətta ibadətdə belə. İbadətdə belə insanın başqalarında ikrah yaradacaq şəkildə ibadət etməsi bəyənilmir. Məşhur bir qissə var, biri Məsihə olur, İslamı qəbul eləyir, müsəlmanlardan da birini bunun yanına calayırlar ki, bundan məşğul ol. Bu elə səhər açılır, qonşusu olur. Səhər açılır, sübhdən bunu aparır məscidə, sübh namazını qılırlar, sənin qəzaların var, qəzaları bu da qıl, günorta namazına buna qəzasını qıldırır, nafilə ilə getdi, filan belə getdi, günortanı qıldırandan sonra axşamacan qəzalarından bir gün, 2 gün, axırdır ki, qardaş, mən bekar adam. Hətta ibadətdə belə, o ibadəti elə yerinə yetirmək lazım deyil ki, bu başqalarında ikraha səbəb olsun, onların gözündən dini salmağa səbəb olsun və yaxud da ki, onların yanında dini, bir növ desək, ehtiramsızlığa gətirəcək şəkildə tanıtdırsın. Həzrət buyurur ki, hər işində orta yoludur.
Yəni, nə ifrata varma, nə təfritə var. Nə bir şeyi layiq olduğundan az yerinə yetirmə, nə də layiq olduğundan həddi aşma. Ki, hər ikisi Allah dərgahında qəbul deyil. Məsələn, sənin boynunda gündəlik nə vacibatların var ibadət baxımından? Namazların vacibdir. Bu, hər bir namazın nafilələri var. 51 rükət vacib namazlarla bircə cəm eləyəndə namazlardır. Bunları qıla bilirsən, nə gözəl, qıl. Digər ibadətlərdən nəyin var? Onları yerinə yetir. Amma bunu da başqalarını yoracaq şəkildə, onlarda dinə ikrah yaradacaq şəkildə yerinə yetirmə. Bunu eləməyəni, məsələn, adam var ki, müstəhəb eləməyən adamı elə danlayır ki, o birisi də abrından, həyasından utanır ki, elə müstəhəb də eləmir, nə istəyirsən. Aydındır. Bu baxımdan Həzrət Əmir əl-Müminin əleyhissalam, İmam Həsən əleyhissalama buyurur ki, sənə hər bir işdə orta yolu tutmağı. Çünki həddə aşanda bir yerdən sonra insan özü də yorulub, əldə olanı da itirə bilər. Və yaxud da az yerinə yetirəndə bir yerdən sonra həmin o az onu dində sabit saxlamağa kifayət eləmir. Həzrət buyurur ki, vəl-ədli fir-rıza vəl-qəzəb. Razılıq və qəzəb anında səndən ədalətli olmağı tələb edirəm. Bu iki şey fərqli şeylərdir. İnsanın bir var ki, durumuna görə məsələlərə münasibəti bəzən dəyişə bilir. İnsan var ki, hansısa günahı eləməyə imkanı yoxdur, həmin o günaha nifrətlə yanaşır. Amma fürsət ələ düşəndə, imkan ələ düşəndə həmin o günaha qarşı münasibəti dəyişir. Eləcə də ədalət elə bir şeydir ki, insan razılıq və qəzəb halında ona düzgün riayət eləməkdə çətinlik çəkir. Bir insana qəzəbli olduğun halda ədalətli davranmaq asan bir şey deyil. Məsələn, birinin deyək ki, bir əzizinin qətlinə səbəb olur. O birisi gedir həm qisas adı ilə onu öldürür, həm ailəsindən tutaq ki, kimisi öldürür. Bu qəzəb, bu daxilindəki qəzəb əsas verir ki, bir insan başqasına qarşı həddi aşsın və yaxud digər misallar. Qəzəb halı, razılıq halı insanın məsələlərə münasibətini dəyişdirən şeydir. Yəni, özünü idarə eləmək baxımından bəzən insanı dəyişdirə biləcək şeydir, ədalətsizliyə sövq eləyə biləcək şeydir. Bu baxımdan Həzrət buyurur ki, razılıq halında da, qəzəbli olduğun halda da sənə ədaləti vəsiyyət edirəm. Ədalət deyəndə, yəni, nə nəzərdə tutulur? Ədalət o şeydir ki, hər bir şeyi layiq olduğu yerdə qərar verəsən. Ədalət bərabərlik demək deyil, ədalət müsavat demək deyil. Ədalət odur ki, layiq olanı layiq olduğu yerdə qərar verəsən. Bu baxımdan Əmir əl-Müminin əleyhissalam İmam Həsən Müstəba əleyhissalama buyurur ki, hər bir halında ədalətli davran. Və husnül cəvar, sənə qonşularınla gözəl davranmağı vəsiyyət edirəm. Və ikram-ı zeyf, qonaqlarına ikram edib, onlarla gözəl, hörmətli davranmağı sənə vəsiyyət edirəm. Və rəhmətil məchud və əshabil bəla, əziyyət əhlinə, müsibət sahiblərinə mərhəmət göstərməyi sənə vəsiyyət edirəm. O insan ki, onun qəlbi onsuz da yanıb, əziyyəti onsuz da ömrü boyu çəkib, həmin o insanlara qarşı mərhəmətli davran, onları gücü çatmayacaq şeylərlə yükləmə. Vasilətir rəhim, qohum əqrabalarınla əlaqələri qoruyub saxlamağı sənə vəsiyyət edirəm. Və hubbul məsakin və mücalisətihim, miskinləri sevib və onlarla birgə oturub durmağı sənə vəsiyyət edirəm. İnsan var ki, fəqir insana qıyğacı baxır, onunla oturub durmağı özünə rəva bilmir. Yanına gələndə 5-3 mənət cibinə basır ki, get qıraqda şey elə. Həzrət buyurur ki, sənə miskinləri sevməyi, məhəbbət bəsləməyi və onlarla oturub durmağı vəsiyyət edirəm. İmam Həsən əleyhissalamın mövludunda qeyd eləmişdik. Mümkündür
kimlərsə olmasın, təkrarən qeyd eləyək. Həzrət İmam Həsən Müstəba aleyhissalam bir gün küçə ilə gedirdi. Bir dəstə miskin əyləşmişdi, quru çörək yeyirdilər. Küçədə fəqir adamlar da, miskin adamlar da əyləşiblər, quru çörək yeyirlər. İstədirlər, yumşaldırlar, həmin o şeyi yeyirlər. Bunlar İmam Həsən Müstəba aleyhissalamı görəndə dəvət elədilər onu öz süfrələrinə ki, gəl bizimlə əyləş. İmam Həsən Müstəba aleyhissalam onlarla bircə əyləşdi. Həmin onların qidasından yedi, ondan sonra onları öz evinə dəvət elədi ki, mən sizin dəvətinizi qəbul elədim, sizlə bir yerdə əyləşdim. İndi mənim də sizdən xahişim budur ki, siz də mənim dəvətimi qəbul eləyəsiniz, mənim qonağım olasınız. Aparır onları öz evinə, onları gözəl qidalarla yedizdirir, libası olmayanlara libas verir, onlara bəxşiş verir, ehtiyaclarını təmin eləmək üçün bu cür həmin kəslərlə davranır. Bu, Əli əleyhissalamın o vəsiyyətinin canlı halıda həyata keçmiş halıdır. Bu baxımdan Həzrət buyurur ki, sənə miskinləri sevməyi və onlarla gözəl davranıb, oturuq durmağı vəsiyyət eləyirəm ki, bu insanı təvazuya sövq eləyir. Bu insanın təkəbbürünün qırılmağına, insanların hallarından xəbərdar olmağına səbəb olur. Həzrət buyurur ki, vəttəvadu fəinnəhu min əfzəlil ibadə. Ey oğul, sənə təvazukar olmağı vəsiyyət eləyirəm ki, həqiqətən təvazukarlıq ibadətlərin ən üstünlərindəndir. Allah-u Teala ki, Quran-ı Kərimdə buyurur, yer üzərində təkəbbürlü gəzmə, qürrəli gəzmə, təvazukarlıq ən üstün ibadətlərdəndir ki, dünənləri onun nümunələrindən birini Əmir əl-Müminin əleyhissalamın həyatından qeyd eləmişdik ki, o ağa o boyda İslam dövlətinin rəhbəri olduğu halda bir uşağın qarşısında özünü necə kiçildir, onun istəyini həyata keçirir. Bu Əmir əl-Müminin təvazusunun göstəricilərindən idi. Həzrət buyurur ki, mən sənə arzularını qısaltmağı vəsiyyət eləyirəm. Ən çox təkid olunmuş şeylərdən biri Əhl-i Beydin kəlamlarında insanın uzun-uzadı arzulara qapılmamağıdır. Şimdi uzun-uzadı arzular hədisdə gəlib ki, ölümü sizə unutdurar, ahirəti sizə unutdurar. İnsan elə köklənər dünyaya, bir dənə filan işi aşırdım, bir dənə filan işi həll eləyim, bir dənə maşınım olsun və salam, bir dənə evlənim və salam, bir dənə ev qurum və salam. Həmin o uzun-uzadı arzular buyurur ki, ölümü sizə unutdurar. Bir də görəsiniz ki, əcəl gəldi, haqladı. Öz oğluna vəsiyyətində Əmir əl-Müminin əleyhissalam buyurur ki, ey oğul, sənə arzularını qısaltmağı əmr eləyirəm. Bil ki, sənin təqdirin Allah yanındadır. Bilinmir, nə vaxt öləcəksən, nə vaxt ölüm, əcəl yetişəcək, əlbəttə bizlərə nisbətlə deyirik də bunu. Ona görə arzularını qısalt, istəklərini, həva-həvəsin istəklərini azalt. Vazkiril mevt, ölümü tez-tez xatırla və arzularını qısalt, ölümü xatırla. Niyə? Arzular uzananda ölüm yaddan çıxır. İnsan elə bilir ki, elə bu dünyada bu əmələ yetişənə qədər ölməyəcək. Halbuki heç kimin sabahına təminatı yoxdur. Vəzhəd fid dünya, dünyada zahid ol. Dünyaya bağlanma, dünyanın naz nemətləri səni yolundan azdırmasın. Fəinnəkə rəhinun mevt və arazun və qaradu bəlain və tərihu suqum. Çünki sən ölümün əsirisən, bəlaların hədəfindəsən, canın da xəstəliklərə məruz qal. Hər birimiz ölümün əsiriyik də. Rəvayətdə qeyd olunur ki, təəccüb edirəm o kəsə ki, o dünyanı qabağına qatıb, ölüm də onu qabağına qatıb, amma xəbərsizdir. Təəccüb edirəm o dünya dalıca qaçan kəsə ki, ölüm onun dalıca qaçır. Amma bunun xəbəri yoxdur. Bunun fikri köklənib o dünyaya, onu tutmağa, öz ovuna bu köklənib. Xəbəri yoxdur ki, bu özü əcəlin, ölümün ovudur. Bu baxımdan Həzrət buyurur ki, çünki sən ölümün əsirisən, ölümdən qaçış yoxdur. Bəlaların hədəfisən,
bu dünyadasansa mümkün deyil bəladan uzaq qalasan. Bəla imtahan deməkdir. Allah hamımızı imtahan edir. Bu dünyada ayaq tutub yeriysənsə, Allah səni imtahan edəcək. Bəlalarla sınağa çəkəcək. Bu baxımdan Həzrət buyurur ki, bəlaların hədəfisən, canın da xəstəliklərə məruz qalır. Belə olduğu halda dünyada zahid ol. Və usikə bi xəşyətillah fi sirri əmrik və alaniyyətik və sənə gizlində və aşkarda Allah qorxusunu vəsiyyət edirəm. İnsan var, gizlini bir cürdür, aşkarı bir cürdür. Amma həqiqi təqvalılar, həqiqi vərə əhli, həqiqi o iman əhli, Allah yanında olan dəyərli kəslər onlardır ki, onların gizlini ilə aşkarı eyni olmuş olsun. Yəni, aşkarda cəmaat içərisində Allaha olan münasibəti nədirsə, Allah qorxusu onun canında nədirsə, xəlvətdə də həmin o Allah qorxusu ilə, həmin o imanla yaşayır. Bu, həqiqi təqvanın, həqiqi vərənin əlamətidir ki, Əmir əl-Müminin əleyhissalam buyurur ki, ey oğul, sənə aşkarda da, gizlində də Allahdan qorxmağı tövsiyə edirəm. Belə olmasın ki, aşkarda insanlar içərisində müəyyən əməlləri yerinə yetir, gizlində isə müəyyən günahlara cürət ta, vacibləri görən yoxdur, namazı qəzaya verdim. Yox, belə, bu təqva deyil, bu iman deyil, bu vərə deyil. Və yaxud da hansısa günahı cəmaatın qabağında eləmirəm, xəlvətdə elədim, bu təqvanın, vərənin əlaməti deyil. Və ənhəkə anit təsərru'u bil qovlu vəl fe'il. Sənə tələsik söz demək və tələsik əməl eləməkdən qadağan edirəm. Vəsiyyətim budur ki, nə tələsik söz demə. İnsan var ki, yanında bir hadisə barəsində söz danışılır. O saat başlayır mühakimə elə. Qələt eləyir, filan kəs səhvdir. Və yaxud da ki, filan kəsə zülm edirlər. Nə bilim, filan. Həzrət buyurur ki, nə tələsik söz danışma. Gözlə, dinlə, qarşı tərəfi eşit. Nə də tələsik əməl eləmə. Hadisənin təfərrüatını maraqlan, öyrən. Biri gəlib deyir, məsələn, filan yerdə bir imam çıxıb. Ne baxsın, kütlü elə dalınca getdi. Filan bir müctəhid var, filan söz deyir. Nə bilim, filan yerdə bir molla filan sözü deyir. Cəmaatın bir kütləsini özü ilə hər hansısa yanlışa doğru aparır. Əli əleyhissalam buyurur ki, nə tələsik söz danışma. Düşün, daşın, təhlil elə, əmin ol ondan sonra. Nə də tələsik əməl eləmə. Əvvəl bütün sərhədlərini cəmlə eləyəcəyin əməlin. Hər tərəfinə hakim ol, bələd ol. Ondan sonra əməl elə. Həzrət buyurur ki, və izə ərəzə şeyun min əmril axirə fəbdəbi. Əgər axirət işlərindən hansısa bir şey qarşıva çıxsa, yubanma, ona dərhal əməl elə. Baxırsan ki, axirətin üçün faydalı olan hər hansısa iş qabağıva çıxır. Məsələn, birinə yaxşılıq eləmək üçün bir fürsət yaranır. Dərhal yerinə yetir. Bir namaz qılmaq üçün fürsət yaranır. Dərhal elə. Oruç tutmaq üçün fürsət var. Dərhal elə. Allaha yaxınlaşdıran, axirətivə faydalı olan nə qabağıva çıxsa vacib, müstəhəb, onu yubatma. Dərhal yerinə yetir. Bilmirsən ki, həmin o fürsət bir də əlvə gəlib düşəcək, düşməyəcək. Və məsələn, bu şəhadət məclisidir. Bilmirik ki, gələn şəhadət məclisi bizə qismət olacaq, ağay üçün əza tutaq yoxsa yox. Vaxtında iştirak elə. Sabah Qədir gecəsidir. Bu qəbildən olan nələr ki, bizi axirətə yaxınlaşdırır, Allah dərgahında ucaldır. Həmin onları Həzrət buyurur ki, yubatma. Axirət işlərindən nə qabağıva çıxsa, dərhal onları yerinə yetir. Və izə arədə şeyun min əmrid dünya fətəənnəhu. Amma dünya işlərindən bir şey qabağıva çıxsa tələsmə. Onsuz da dünyada ələ gətirdiyin hər bir şey fanidir, bir gün əlindən çıxacaq. Ona görə ömrünü hədər eləmə. Bu dünyada sənin üçün məişətini rahatladacaq, zəruri ehtiyaclarını təmin eləyəcək, qədər malının olmağı kifayət eləyir ki, sən bu dünyanın dərdindən, sərindən uzaq düşəsən. Yəni maddi baxımından da. Bunun artığına çalışanda, bunun əlavəsinə çalışanda, özünü bitirib övladlar üçün işləməyə başlayanda və s. və ilaxır
artıq həmin o dünya işləri axirətin dərdinə çevrilir. Niyə? Çünki sən nəsə eləməlisən, elədiyin iş də ya dünya ya axirət işi olmalıdır. Dünya işinin dalınca gedirsənsə, əlbəttə ki, axirət işi əlindən çıxacaq. Bu baxımdan Həzrət buyurur ki, axirət işlərindən nəsə qabağına çıxanda yubatma, dünya işlərindən də nəsə qabağına çıxanda tələsmə. Ki, bu dünya özü fanidir. Ələ gətirsən belə bir gün sənin əlindən çıxacaq. Həzrət buyurur ki, hətta tusibə rüşdək fi. Ey oğul, doğru qərara çatana qədər düşün. Həqiqi qərara yetişənə qədər düşün. Düşünmədən əməl etmə. Və iyyəkə və məvatinət töhmə. Nəbada töhmət yerlərində hazır olmuş olasan. Elə bir yerdə görsənəsən ki, kimsə səni orada görsə məzəmmət eləyər. Həzrət buyurur ki, töhmət yerində olub danlağa düçar olan kəs özünü danlasın. Məsələn, deyək ki, bir haram yerdir, bir haram məclisdir, bir haram toydur. Gedmirsən ora, bir mömin də sənə deyir ki, neçə oğlansan, mömin adamsan, sənin nə işin var orada? Həzrət buyurur ki, töhmət olunacaq yerdə kimsə hazır olsa, danlağa görə özünü danlasın. Yəni, sən o əməlinlə ona layiq olmuşdun. Və iyyəkə və məvatinit töhmə, nəbadə töhmət yerlərində, töhmətə, danlağa, düçar olacağın yerlərdə hazır olmuş olasan, oralardan uzaq ol. Vəl məclisəl məznuni bihissu, pis güman edilən məclislərdən çəkin, oralarda iştirak etmə. Fə innə qarinəssu yəğurru cəlisə, çünki pis yoldaş dostunu da pisə doğru dəyişdirəcək. Bu belədir də, yəni yoldaşlıqda, dostluqda bir almanı, çürük almanın yanına qoysan, bir yerdən sonra başlayacaq o da çürüməyə. Yoldaş da, dost da bu cürdür. Həzrət buyurur ki, pis dost dostunu alladar, onu get-gedə pisliyə doğru sövq eləyər. Və kun lillahi ya buney amilən, ey oğul, Allah üçün əməl elə. Əməllərin hamısını Allaha xatir yerinə yetir. Riya qarışdırma. Və anil xəna zəcurən, və pis, çirkin sözlərdən çəkin. Və bil mə'rufi amirən, yaxşılığa əmr elə. İnsanları həm pis sözlərdən çəkindir. Özün pis sözlərdən çəkin ayrı, insanları pis sözlərdən çəkindir və insanları yaxşılığa əmr et, yaxşılığa dəvət elə. Və anil münkəri nahiyən, pis işlərdən onları çəkindir. Həzrət ardıca buyurur ki, vəsiyyətinin axırında vəs-səbr əs-səbr hətta yunziləllahul əmr. Allahın əmri yetişənə qədər səbr edin, səbr edin. 2 dəfə təkrar edin. Allahın sizin barənizdə olan əmri yetişənə qədər səbr eləyin ki, səbirsiz iman yoxdur. Və la quvvətə illa billahil Aliyyil əzim, uca və böyük Allahdan başqa qüvvət və qüdrət sahibi yoxdur. Bu, Həzrət Əmir əl-Müminin Əli əleyhissalamın, İmam Həsən əleyhissalamın dilindən, o Həzrətin vəfat anında etdiyi vəsiyyətidir ki, həmin bu vəsiyyətin mətni insanların fitrətinə, əxlaqi davranışlarına, dəyərlərinə uyğun olan əməllərə bir çağırışdır ki, bir insan heç Əli adlı bir insanın varlığına ömrü boyu xəbərdar olmamış olsa, bir insan heç imam kimi tanımamış olsa, Peyğəmbərin qardaşı kimi tanımamış olsa, sadəcə bu mətni onun qarşısına qoysalar, desələr ki, bu mətni oxu, bunun barəsində nə düşünürsən, bu necə insandır, bunun barəsində bizə bir rəy ver. Heç şübhəsiz ki, həmin kəs, vicdanı olan kəs, Əmir əl-Müminin əleyhissalamın əxlaqi dəyərlərinin, mənəviyyatının, şəxsiyyətinin, keyfiyyətinin ucalığına hüküm edir. Heç tanımayan bir insana apar bu şeyləri ver, denən bu mətni oxu, bu mətni deyən kəsin barəsində bir fikir bildir ki, bu necə adamdır. Çünki insan ağlı dinindən, irqindən asılı olmayaraq hər bir yerdə doğruluğu,
sevir, qəbul edir. Pislikdən çəkinir. Kasıba əl tutmağı hamı sevir. Bunun bəyan dini var. Məzluma imdad eləmək hamının təqdir elədiyi şeydir. Nə bilim, insanları yaxşı işə dəvət eləmək hamının sevdiyi şeydir. İnsanları pis işdən çəkindirmək hamının sevdiyi şeydir. Bu vəsiyyətin mətnində keçən şeylərin hamısını cəmlə və kənar bir insan kimi, imamın məmumu kimi, onun dalıyca gedən kimi, onu sevən kimi yox, kənar bir adam kimi onu dəyərləndirməyə çalış, görəcəksən ki, həqiqətən bu insan necə əzəmətli bir mərifətin, əxlaqın, necə əzəmətli bir şəxsiyyətin sahibi olur. Təbii ki, bu dediyimiz onların, o Həzrətin barəsində dediyi kəlamların çox cüzi bir hissəsidir. Nəhcül Bəlağədə Əmir əl-Müminin əleyhissalamın təqribən 200-dən çox xütbəsi var ki, o xütbələrdə Həzrət hansı mətləblərə işarə eləyir, necə bəlağətlə, hansı mövzuları incəliyi ilə, dəqiqliyi ilə, bəlağəti ilə, fəsahəti ilə insanlara izah eləyir. Bu oxuduğumuz onlardan sadəcə bir hissəsidir ki, bu həqiqətən bu insanın elm şəhəri olan Peyğəmbərin həmin o şəhərinin qapısı olduğunun göstəricisidir. Allaha an verək izzətinə, cəlalına bizləri Həzrət Əmir əl-Müminin əleyhissalamın vəsiyyətlərinə, əmirlərinə, qadağalarına riayət eləyənlərdən qərar versin. Amin. Bizi o ağanın huzurunda dünya və axirət bircə qərar versin. Amin.